Salam əziz və dəyərli dokuzlar, əziz abituriyentlər. Bu günlərim sizə 9-cu sinif model testlərinin izahını təqdim edəcəm. Dəyərli yoldaşlar, əvvəlki videolarda həm 9-lar, həm də gələcək onlarla bağlı, 11-lərlə bağlı bir video çəkmişəm. İstəsəz orada keçid edib baxa bilərsiniz. Deməli yoldaşlar, gəlin başlayaq. Təbii ki, listening yenə deyirəm, öz praktikanıza qalmış bir məsələdir. Keçək ilk öncə qısa mətnlərdən və sonra qrammatika və mətn testlərinin izahına. İlk öncə baxaq, come and enjoy the newest movies, our modern comfortable cinema. We have a big screens, great sound and tasty snacks for you. Join us this Saturday at 6 p.m. for the first show. Tickets are $5 on the opening day only. Don't miss the fun. See you there. Deyib gəlin ən yeni filmlərdən rahat sinemaya. Deyir bizim böyük ekranımız, əla səs sistemimiz və dadlı qəlyanaltılarımız, sizin üçün dadlı qəlyanaltılarımız var. Deyir bu şənbə ilk seansa, ilk göstəriyə qoşulun. Açılış günü üçün biletlər cəmi $5-dır. Əyləncəni qaçırmayın, orada görüşənədək. Birinci cavabda deyir ki, yeni sinema gələn həftə açılacaq. Amma bu şənbə deyir. Yəni, baxın, burada var, this Saturday. Yəni, bu onu göstərir ki, yəni, bu həftə olacaq. Ona görə burada olmalı əslində this week. A variantı bunun üçün gedəcək. Deməli yoldaşlar, sonra deyir, you have to bring snacks to cinema. Deyir, sinemaya qəlyanaltılarınızı gətirməlisiniz. Xeyr, burada deyir ki, yəni sizin üçün onsuz da burada qəlyanaltılarımız var. The first show will be on Saturday morning. Deyir, ilk seans şənbənin səhəri. Bu morning burada pozulur, çünki saat 6'da olacaq. Sizə də buna görə getdi. You can buy tickets cheaper at the weekends. Deyir, daha ucuz ola bilərsən həftə sonları. Xeyr, ilk seansa özəldir bu. Bax, burada yazılı bu. Dedəcəkdir, cavabımız olacaq Y variantı. Baxaq ikinci suala, yəni 6-cı suala. Join our yoga classes and feel relaxed and strong. Our classes are good for everyone from beginners to advanced. Learn to move, breathe and feel better in a friendly space. Start your yoga journey today and get 1 month free training. Burada isə yoga deyir, qoşulun, yoga dərslərimizə qoşulun və rahat, güclü olun. Deyir, dərslərimiz hər kəs üçün uyğundur. Başlayandan düz advanced səviyyəsinə, irəliləmiş səviyyəyə gedir. Hərəkət etməyə, nəfəs almağı, nəfəs alıb rahatlamağı, dost mühitində özünüzü yaxşı hiss eləməyi öyrənin. Bu gün yoga dərslərimizə başlayın. 1 aylıq pulsuz təlim deyir, qazanın. Görək bu pulsuz təlimdə nə var? Baxaq. Deməli yoldaşlar, A variantında deyir ki, you feel tired, yəni deyir, yorğun hiss edəcəksiniz. Yəni, yoga və yorğunluq mətnimizdə qəti şəkildə yoxdur. B variantda deyir ki, yoga classes are only for people with, deyir, sadəcə deyir ki, təcrübəsi olanlar. Amma gör burada nə deyir? Deyir, from beginners, good for everyone, hər kəsə. Bir də bunun üçün getdi. Baxaq deyir, if you start yoga journey today, you will have to pay the lessons deyir. Əgər bu gün yogaya qoşulub, dərslər üçün ödəniş etməlisiniz. Amma burada axırda nə deyir? Deyir, indi qoşulsaz 1 ay pulsuzdur. Deyir, buna görə getdi. You can train formal modes without payment with. Deyir, bu gün başlasaz, pul ödəməyəcəksiniz də. Ona görə D olacaq cavab. Y-yə baxaq, deyir, you can attend 1 month training in beginning if begin. Deyir, bu gün şey eləsəz, yalnız online, o da getdi. 7 getdi. Baxaq 7-yə. Hi Sarah, I hope you you are doing well. I just got my exam result and I am so happy to share. I passed. It was difficult test, but I studied a lot for the exam. Let me know how things are going with you. I'd love to see you soon. Take care, Jane. İlk öncə bilirik ki,
Bunu Jane yazıb. Kimə yazır? Saraha. Bunu tutmalıyıq. Görək Sarah nə istəyir? Jane nə istəyir? Deyir, Jane istəyir Sarahla imtahandan əvvəl görüşmək, imtahandan sonra. İmtahandan əvvəl daha doğrusu görüşmək, amma imtahan artıq olub qutarıb. Ona görə bir ac etdi. Jane shared her exam result with Sarah. Deyir, Jane imtahan nəticəsini Sarah ilə bölüşdü. Yəni, bu tip bir məsələdə olmadı. Jane asked Sarah to help her to study for the exam. Deyir, Jane Sarahdan xahiş etdi ki, onu imtahana çalışmaq kömək eləsin. Yox, sadəcə deyir ki, görüşərik. Cedə getdi. Bircə saniyə yoldaşlar. Deyir ki, let me know. Hi Sarah. Hə, burada deyir ki, testlər var idi, testlər çətin idi və s. Axır. Ona mən beni bir saxlayam. Jane asked Sarah. Sarah yox, burada kömək istəmədi və imtahandan sonraydı. Sarah told Jane how she prepared for the exam. Deyir, Sarah Jane imtahana necə hazırlaşdığını, Sarah yox, Jane eləyir bunu. Sarah sent her exam to Jane. Sarah yox, yəni Jane eləyir bunu. Cavabımız olacaq onca B variantı. Mən fikrimdən qaçıb o məsələ. Baxaq indi bizim mətnimizə. Mətnimiz görək necədir. İlk öncə deyir, baxaq Kanada haqqındadır. Canada is the second largest country in the world. Its capital city is Ottawa, but the biggest city is Toronto. People in Canada speak two main languages, English and French. The northern part of the country is cold, and the native people live there. They hunt whales, seals, and fish, which they use for food, clothing, boats, and houses. The Inuits build unique houses called igloos. In the summer, they use animal skins to make igloos, while in the winter they used wood or stone. Inuits also have their own language. One of Canada's beautiful cities is Quebec. It's one of the oldest cities in the country. The city is special because it has walls which surround it. These walls were built by the French and later by the English to protect the city attackers. In 1985, Quebec was declared a World Heritage City by UNESCO. In 2008, the city celebrated its 400th anniversary. Deməli, Canada is also rich natural resources. It has over 2 million lakes and rivers, which make it one of the world's largest sources of fresh water. About half the country is covered by forests with hundreds of different tree species. İlk öncə bildim ki, burada Kanada haqqında danışır. Bunu bir tuttum. Gəlin birinci tərcümə edir. Kanada dünyanın ikinci ən böyük ölkəsidir. Onun paytaxtı Ottavadır, lakin ən böyük şəhəri Torontodur. Kanadada insanlar əsasən iki dillə danışırlar, ingilis və fransız. Ölkənin şimal hissəsi soyuqdur. Orada Inuitlər adlanan yerli xalq yaşayır. Onlar balina, su iti, balığı ovlayır. Onları qida, geyim, qayıq və ev tikmək üçün istifadə edirlər. Inuitlər iqlu adlanan unikal evlər, yəni nadir evlər tikirlər. Yayda onlar iqluları heyvan dərisindən, qışda isə taxtadan, daşdan düzəldirlər. Inuitlərin öz dilləri var. Kanadanın ən gözəl şəhərlərindən biri Quebecdir. O ölkənin ən qədim şəhərlərindən biridir. Bu şəhəri xüsusi edən onun ətrafını çevirən divarlardır. Bu divarlar əvvəlcə fransızlar, sonra ingilislər tərəfindən hücumlardan qorumaq üçün tikilmişdir. 1985-ci ildə Quebec UNESCO tərəfindən dünya irsi saytı var, orada elan olundu. 2008-ci ildə şəhər özünün 400 illik yubileyini qeyd etdi. İlk öncə baxaq. Görək, bax, məsələ nədir? Mən bilirəm ki, Kanada haqqında danışır. Düzdürmü? Bəs bu Kanadanın definitionu nə olmalıdır? Məsələ mən bunu tapmalıyam. Gəl A variantına baxaq. The history of the capital city. Capital city hansıdır? Ottawa. Heç Ottawanın tarixindən yox idi, sadəcə tarix olaraq
bu Quebec şəhərindən var idi. Ona görə A variantını çıx. Keçək B variantına. A historic city in North America. Deyir, Şimali Amerikada tarixi şəhər. Şəhər yox, bəlkə bura country olsaydı, onda mən götürərdim. Belə getdi. C-yə baxıram. The life of native people in Canada. Bax, bu da yəni Kanadan yerli xalqının yaşayışı. O da sadəcə bu buradan təxminən götürsəm harda var? Bax, buranı əhatə edir. Bu da yenə mətnin ümumi əhatə eləmir. Ona görə C-də getdi. The unique trees of Canada. Kanadadakı nadir ağaclar D-də getdi. Cavabımız olacaq Y variantı. One of the deyir, dünyanın ən böyük ölkələrindən biri bərabərdir nəyə? Kanada. Yəni mətndən tam əlaqəli Kanada sözünün definitionu ola bilər. Onun üçün cavabımız olacaq Y variantı. Baxaq 9-cu suala. 9-cu sualda deyir ki, hansı fikir yanlışdır? Bu false deyir burada. Deyir, there are beautiful and historic cities in North America. Deyir, Şimali Amerikada gözəl və tarixi şəhərlər var. Bəli, tarixi şəhər Quebec var idi. Kəbdə gözəl şəhərdir, daha yəqin ki. A getdi. Amma xüsusi isə deməli gözəl. Canada is country rich water resources. Bəli, deyir ki, yəni dünyanın yarısından deyilsən çox var idi ki, dünyanın ən böyük təmiz su buradadır. It spent summer igloos made in wood. Bəli, deyir, yayda bir dəqiqə onu göstərim sizə. Igloos in the animals winter. Hə, bax, deyir ki, while in the winter, hə, baxın, deyir, şeydə taxtadan düzəldilər. Buraya yazılır summer. Deməli, cavabımız C variantıdır. Many animals are hunted by intrusos. Deyir, dəniz heyvanları ovlanır. Bəli, burada var idi ki, whales, seals and fish. Ona görə D-də gedəcək. The walls are built defended. Bəli, bu da doğru variantlardan biri idi. Cavabımız olacaq C variantı. Heç mən açıq C səfərini düşünmürdüm. Mətndə elə yadımda qalmışdım. Amma mətndə baxanda cavabı artıq tapdıq. Baxaq indi 10-cu suala, dəyərli yoldaşlar. 10-cu suala deyir ki, what makes Quebec different from other cities? Deyir, bunu digərlərindən fərqləndirən nə idi? Təbii ki, o nə idi o? Divarlar var idi ki, ona əhatə edirdi. Görək o harada var? Deyir, İngilislər və Fransızlar tərəfindən, yox, onların hücumuna görə belə idi də, onların hücumunun qarşısını almaq üçün. It was made for city in the 2000-ci illərdə yox, ilk öncə bu səhvdi 1985-ci ildə olmuşdu. Ona görə B variantı getdi. It is in northern part of Canada. Deyir, Kanada şimal hissəsində yerləşir. Yəni, Kanada şimal hissəsində olmağa bir ayrıcalıq deyir ki, it is one of the Canada youngest cities. Yox, adam yəni 400-cü ilini edirdi, nə? Yəni, kənd şəhər. It's defensive will surrounded deyir, yəni onun ətrafında müdafiə divarları var idi. Bəli, onu da mətndə göstərim sizə. Baxın, yoldaşlar. Göy rəngdən göstərəcəm. Baxın. This city is special surrounded. Baxın, burada bu mətnin bu hissəsində var idi. Baxaq 11-ci suala, dəyərli yoldaşlar. Kanadanın yerli insanları öz dillərindən istifadə etməyə xoşlanmırlar, yox. Mətndə yazılmışdır ki, onlar öz dillərindən istifadə edirlər. A variantı getdi. Baxaq, A getdi, B. Live in the southern part of the country. Ölkənin cənub yox, şimal hissəsində yaşayırlar. Çünki şimal nə idi? Cold, soyuq idi, ona görə. Speak the same language as most Canadians. Deyir, yəni Kanadalılarla ilə. Kanadalılarla nə hansı dillə danışır? English and French. Amma bunlar öz yerli dillərində danışırdılar, ona görə C-də getdi. Hunt animals and use them for food, clothes and boats. Deyir, heyvanları ovluyurdular qida və geyim üçün. Qida olar, amma geyim və qayıq yox idi. Əsasən onlar iqluları hazırlamaq üçün yayda. Build houses in the forests. Evlərini ağacdan tikirlər. Bəli, bu var idi variantlar içində, yəni testdə yox, yəni mətndə var idi. Baxaq 12-ci suala. Bir də saniyə olar. Amma burada deyilsə, nəysə səhv elədim.
11-ci sualda build houses, forests yox idi ümumiyyətlə mətndə. Yəqin ki, cavab burada D variantı olacaq. Çünki ad nədir? Food istifadə edilir. Yəqin ki, geyim və qayğısında istifadə edilir. Cavab olacaq D variantı. Bəli. Çaşdım, yəni forest sonradan fikir verirəm ki, heç yoxdur. Yəni, which statements are true according to passage? Yəni, düzgün məsələləri istəyir bizdən. Deyir, the largest city Kanada deyir. Kanadanın ən böyük şəhəri, onun paytaxtı yox, Torontodur. Toronto olduğuna görə 1 gedəcək. The Canadians have than main language deyir. Kanadanın bir neçə əsas dilləri var, bəli var. 2-ni götürək. The north of Canada is cold climate deyir. Kanadanın şimalında iqlim soyuqdur. Bu da düz variantdır. The whole country is covered by forest. Bu da yox, tərtdə getdi. Cavabımız olacaq 2 və 3. Bu. Oyda. İndi isə keçək bizim qrammatika suallarımıza. Baxaq görək qrammatika suallarında nələr var. İlk öncə baxaq. There will expert will be here. Hansı ki buradadır. Artıq bu mənə müəyyən deyir ki, yəni var da, yəni burada olan ekspert. Ona görə qabağa bir dənə Z artikli verəcəm. Week-də sayıla bilən təşkil artiklda onu verək. D variantı. D. Baxaq. İlk öncə burada cəm var. Cəm olduğuna görə non falan getdi. Sonra bat var. Bat da deyir ki, mənə təzad ver. Təzad. Aha. Burada da həz var, həmçində şey var. Bundan nə işlənir? Naizə işlənir. Naizədən sonra bildiyimiz kimi nə gəlir? Naizə ofdan sonra cəm əvəzlik, lakin tək xəbər. Ardından nə işlənəcək? Boz. B variantı. Baxaq 15-ci suala. 15-ci sualda görürəm ki, bu nə cümlədir? Təsdiq. İlk onun təsdiq olduğunu müəyyənləşdirəm. Mən naizəni, aizəni çıxıram. Sonra həstu var. Həstunun sual inkarı ilə düzəlir? Du ilə və yaxud da dazla. Ona görə həvdə çıxıram. C-də gedəcək. Cavabımız olacaq D variantı. Baxıram when. When varsa hər iki tərəfə çalışacağım eyni zaman. Qoyum ilk öncə when-dən sonra həz işlənməz. Roadla is uzlaşmır. İzlə had keçmiş, indiki keçmiş uzlaşmır. Road keçmiş, has uzlaşmır. Cavab olacaq Y variantı. Topluda bu tip suallar 1 milyon dənədir. Baxıram 17-yə. 17-də görürəm ki, məndən deyir passive voice çevir. Yəni məhcullama. The students mənim tamamlığımdır. Ver bunu qabağa. Bu cəmdədir. Həm də motivate də nədir? İndiki zamanda. Deməli, are motivated to study harder deyə bilərəm. To study harder. Deməli, yazdıq, gəlin baxaq. İlk öncə the students always hanğının xəbəri. They are olmaz, they were olmaz. Çünki tamamlıqlar səhv idi. Were olmaz keçmiş zaman. Cavab olacaq Y variantı. Demək, baxaq 18-ci suala. Modal feillərə dair sualdır. Must tu ilə işlənməz. Has tu ilə işlənməlidir, getdi. Tu ilə işlənməlidir, getdi. Tu ilə işlənməlidir, getdi. Cavab olacaq D variantı. Çox sadə bir sual idi. Yəni, bunu nə bilim, hazırlığa getməyən şu adca qaydanı bilən çox işləməlidir. Yəni, çox sadə sualdır. Ar var. Qısa cavablar. Deməli, ar varsa, ar olan variantı götür. D variantı. Yəni, bu qədər sadə. Çox sadədir iş olar suallar. Yəni, həqiqətən faktik olaraq. İncə bunu tərcümə edəyik. Deyir, növbəti dərsə deyir, sual. You can ask your questions. Suallarınızı mənə verə bilərsiniz. Növbəti dərsə keçməmişdən əvvəl. C variantı. Bu bir acı tərcümə tələb eləyirdi. Yəni, çox da çətin sual deyildi. Hə, bax,
Keçən sınaqlarda da hamısında bu tip sual var idi. Sifətdən sonra to gəlməlidir, to-lu. Bu da nə hardadır? To please getdi. Bax, burada not allowed var. İki fiil yanaşı gələrsə, fiil varsa, bunlar da arasına to girməlidir. Ona C variantı. Baxaq. 23-cü sual. Deyir ki, bunu da özünüz tapın da uşaqlar. 23-cü sualda cavab olacaq. Əslində, tərcüməsini özünüz araşdırın da variant olacaq. 24-də baxaq. 24-də deyə heç olmaz. Disappear yox olmaq deməkdir. 1, 2, 3 yazaq. O da olursa, come impossible to see. 1C. Disturb to make somebody worry. 2A. To discuss da müzakirə eləmək. 3-də B. C-A-B. Harada var bu C-A-B? Y variantında var. Yenə 25-də əslində çox sadə və sizin söz bazanıza dair bir sualdır. Burada da contains sözdür. Contains deməkdir, yəni içində, yəni belə saxlamaq, ehtiva eləmək. Bu da includes və consist of 1-4. Gəlin bu sözə də baxaq. Birisi də konsentrasiya, odaq deməkdir. Bu da inattention var. Gəlin keçək bizim bu məsələmizə. Görək bunun başına nələr gəlmişdi. Belə şablon variantı sizinlə təqdim edəcəm. Çünki daha dəqiq, daha lazımlı məlumatı elə oradan alın. Deməli uşaqlar, cavab da elə bu şəkildə olacaq ki, it's raining and windy day. Andrew is walking along the street. He is holding an umbrella. He has a cap on his head. Suddenly the wind starts blowing strongly. The wind belə. Deməli yoldaşlar, izah elədik, baxdıq. İndi çalışdığımız qədər də digər, deyirəm, qruplar haqqında məlumat almaq istəyirəm. 051 318 99 21 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. İnşallah gələn videolarda görüşənədək.